Uşaqlar, xoş gördük hər birinizi. 7-12-ci ay 2025-ci ildə OTK-nın həyata keçirdiyi blok sınağının 11-ci sinif 3-cü qrup A variantının izahı ilə tanış olacağıq. 31-ci test tapşırığımızda deməli Hindistanın 2-ci yüzilliyin əvvəlləri, eramızın 3-cü yüzilliyin əvvəlləri isə Çin tarixi üçün oxşar olan cəhəti tapmalıyıq. İlk şəhərlərin meydana gəlməsi yanlışdır. Ərazinin ayrı-ayrı dövlətlərə parçalanması isə bizim doğru cavabımız olacaq. Belə ki, eradan əvvəl 180-ci ildə Maurya sülaləsinin süqutu nəticəsində Hindistan ayrı-ayrı dövlətlərə parçalanır. Eramızın 3-cü yüzilliyin əvvəlində isə, yəni təxminən 204-cü ildə Sarısaqlar üsyanının nəticəsində Xan sülaləsi devrilir və Çin ayrı-ayrı dövlətlərə parçalanır. Cavab olacaq B variantı. 32-ci test tapşırığımızda Osmanlı hökmdarları 1-ci Səlim və Süleymanın fəaliyyəti üçün ortaq cəhəti soruşur. Misir Məmlük Sultanlığı üzərində yürüş edilməsi bu 1517-ci ildə Yavuz Səlimin dövrünə aiddir və Məmlük Sultanlığı üzərinə yürüş nəticəsində Məmlüklər süquta uğrayır və Səlimdən sonra da Süleyman hakimiyyətə gəldiyinə görə A variantı istisnasız bizim cavabımız ola bilməz. Fransız tacirlərində imtiyazların verilməsi bu ilk dəfə Sultan Süleyman qanununun dövrünə təsadüf edir 1535-ci ilə. Bu da ortaq cəhət ola bilməz. Səfəvi dövlətlə mübarizə aparılması bəli bizim cavabımız olacaq. Məsələn, Yavuz Səlimin dövrünə 1514 Çaldıran döyüşü, Sultan Süleyman isə 4 dəfə Azərbaycana hücum edib. Elə biz 1534-ü yazsaq, heç bir problem ola bilməz. Akkoni dövləti ilə sülh müqaviləsi heç birinə aiddir. Dövlətin paytaxtının yeni şəhərə köçürülməsi də heç birinə aiddir. Osmanlı dövlətində axırıncı paytaxt köçürülməni 2-ci Mehmet həyata keçirib İstanbul şəhərində. Cavab oldu C variantı. 33-də xəritəli rəqəmlərlə verilmiş şəhərlərin erkən orta əsrlər tarixi. Baxın, erkən orta əsrlər deyir, nə zaman? Yəni 3-cü, 11-ci əsrə aidlanan xüsusiyyətlərə baxacağıq. Xəritədə 1 deməli Dəbil şəhəridir, Göyçə yolunun aşağı hissəsi. 2 isə deməli Kürlə Arazın qovuşduğu yer Beyləqan şəhəridir. Beyləqan. Baxırıq indi. Arranın baş şəhəri deməli Bərdə şəhər olub. Bərdə təxminən bax buralarda yerləşir. Ona görə bizim cavablarımız içərisində A yer almamalıdır. A-nı çıxırıq cavablardan. Qafqazda ərəb xilafətinin iqamətgahlarından biri deyirsə, burada təbii ki, Dəbil şəhərindən söhbət gedir. Yəni 2, üzr istəyirəm, 1, deməli 1. Xürrəmlər hərəkat dövründə ərəb işğalından azad edilmişdirsə, bu Beyləqan şəhəridir. Beyləqan, yəni 2. Məhəmməd İbn Şəddadın yaratdığı əmirliyin mərkəzi Dəbil şəhəri idi 951-ci ildə. Bu da deməli 1-ə təsadüf eləyəcək. Haşimlər sülaləsi tərəfindən idarəçisi heç birinə aiddir. Haşimlər Dərbənddə idi, yəni təxminən bu ərazidə idi. Deməli biz eyni cavablardan çıxan kimi qaldı cavabımız D variantı 1-ə B-dir, 2-yə C variantı. 34-cü test tapşırığımızda deməli Teymurilər dövlətindən fərqli olaraq Böyük Monqol İmperiyası və Delhi Sultanlığına baxacağıq. Çin ərazisini işğal etmişdi. Bəli, bu bizim cavablarımız içərisində olmalıdır. Bilirsiniz ki, Teymur 1405-ci ildə Çinə yürüş ərəfəsində vəfat etmişdi və onun Çin yürüşü baş tutmamışdı. Amma Monqollar 1211-15-ci ildə Çingizxanın başçılığı altında, 1264-cü ildə isə Xubilay xan rəhbərliyi altında, yəni 11-15-də Şimali Çin, 64-də Cənubi Çin ələ keçirilir və Çin işğalı başa çatdırılır. Deməli 1-ə A bizim cavablarımız içərisində nə olmalıdır? Mütləq olmalıdır. Mərkəzi Asiyanı birləşdirmişdi hər ikisi. Qanunlar toplusu hazırlamışdı hər ikisi. Deməli C-nin də biz çıxdıq cavabdan qaldı A variantı. Yenə də baxaq. Delhi Sultanlığının Teymurilərdən əsas fərqi, bəli, Abbasilər xilafətlə dostluq əlaqələri qurmasıdır. Yəni Teymurilər zaten 1370-də yaranıb. 1370-də Abbasilər yox idi. Abbasilərə 1258-ci ildə Hülakü xan son qoymuşdu. Delhi Sultanlığında isə biz el tutmuşun dövrünü xüsusi qeyd edə bilərik. Klassik feodalizm dövründə yaranması hər ikisinə aiddir. Teymur 1370-14-cü əsr, Delhi isə 1206-cı il 13-cü əsrdir. Klassik feodalizm isə 11-15-ci əsrləri əhatə edir. Şeybani xana qarşı mübarizə aparması isə Teymurilərin deməli Delhi Sultanlığından əsas fərqidir. Cavab olacaq A variantı. 35-də Azərbaycanda dövlət idarəçiliyinə aid doğru fikri müəyyən edin. Özü də 15-ci əsr. 15-ci əsr deyirsə, deməli söhbət Baharlı və Bayandurlu dövlətindən gedir. Yəni Qaraqoyunlu və Ağqoyunlu. Yenə də baxırıq.
Hökmdar yanında vəzifə tutan əyanlardan təşkil olunan məşvərətçi orqan Ali Divan. Belə cavabımız bu olacaq uşaqlar. Demək, qəbalə sözü burada 9-11-ci əsrlərə aiddir. Vergi baskaklar deyirsə bu Qızıl Orduya aiddir. Dövlətin maliyyə sisteminin Əmir Əl-Üməra ordunun baş komandanı idi. Maliyyə sisteminə vəzir baxırdı. Xidmət əvəzində sərhədlərə uç torpaqları isə Səlcuqlara aiddir. Cavab olacaq A variantı. 36-cı sualımız sadə sualdır. Azərbaycanda intibah mədəniyyət dövrünün astronomlarıdır. Baxın, astronomları deyirsə Bəhmənyarı biz çıxırıq. Bəhmənyar filosof olub. Buradan Xətib Təbrizində çıxırıq. O da şair olub. Qaldı nə? Məkil Əlbərdəyi ilə Fazil Fərdin Şirvani D bəndi. 37-də sadə sualdır. Paytaxtı Bursadan köçürdən, baxın Bursadan deyirsə bu 1-ci Muradın dövrünə aiddir. Paytaxt Ədirnəyə köçürülmüşdür. Dövləti paşalıqlara və sancıqlara bölən Orxan Qazidir. Orxan Qazidir. Balkan yarımadasının fəthindən başlayan deyirsə 1-ci Muraddır. Qanunnamə qəbul etməsi, bəli, 1476-cı ildə Fatih Sultan Mehmet tərəfindən qəbul edilir. Bizansı Anadoludan qovan isə 1354-cü ildə Orxan Qazidir. Sonra 38-ci sualımızda Atropatena və Albaniya dövlətlərinin oxşar cəhəti deməli, nədir? Deyildir. Baxırıq, Makedoniyanın dağılması nəticəsində yaranması doğrudur. 1-ci minillikdə yaranıb doğrudur. Hər ikisi eradan əvvəl 4-cü əsrdə yaranıb. Bu da deməli nə olur? 1-ci minillikdir. Roma Respublikasına qarşı mübarizə aparılması doğrudur. Məsələn, eradan əvvəl 66 Pompey deyə bilərik biz və yaxud da 36-cı ildə deyə bilərik. Yunan elinin mədəniyyət təsirinə məruz qalması istisnasız. Selevkilər isə bəli, Selevkilərdən asıliyətə düşən deməli eradan əvvəl 223-cü ildə Atropatenadır. Albaniyanın deməli Selevkilərlə hər hansı bir mübarizəsi yoxdur. 39-cu test tapşırığımızda xəritədə rəqəmlərlə göstərilmiş 10-11-ci əsrlərdə mövcud olmuş dövlətlərə aid uyğunluğu müəyyən. Baxın, burada diqqət tələb eləyir. Deməli, 10-11-ci əsrlərdə mövcud olan deyir. Bizim 10-11-ci əsrlərdə mövcud olan dövlətimiz, indi xəritəyə əsasən baxacağıq. 2 haradır uşaqlar? 2 Gəncə şəhəri olduğuna görə biz Şəddadiləri qeyd edəcəyik. Şəddadilər. 1-də isə Təbriz qeyd olunub. Təbrizdə də bilirsiniz ki, Rəvvadilər idi hakimiyyətdə. Deməli, Rəvvadi və Şəddadilərin 10-11-ci əsrinə aid uyğunluğu tapacağıq. Azərbaycanın vahid halda birləşdirənlər sazilər və salarilər olduğuna görə A-nı çıxırıq. Gürcü və Xəzərlərə qarşı mübarizə aparması. Deməli, baxın, 1 Rəvvadilərdir, 2 Şəddadilər. Gürcü və Xəzərlərə qarşı mübarizə aparan Şəddadilərdir. 2-yə biz B-ni gətirəcəyik. Vəhsudanın hakimiyyət dövründə o Vəhsudanı görək ki, biz istisnasız Rəvvadiləri qeyd edəcəyik. İlk dövrlərdə Bərdə əmirliyi kimi meydana gəlmişdi. Bu bizim cavabımız ola bilməz. Çünki 10-11-ci əsr aid deyil. Bu Bərdə əmirliyi ümumiyyətlə Şirvanşahlara aiddir. Bu dövlətlərə aid deyil. Yəni Şirvanşahların əvvəlki tarixinə aiddir. Səlcuq Sultanı Məlikşahın dövründə müstəqillə son qoyulmuşdur. Bəli. Deməli 1088-ci ildə Şəddadilər dövlətinə son qoyulmuşdur. Deməli 1-ə C, 2-yə B, Y. B variantı. 40-cı test tapşırığımızda Euler-Venn diaqramına uyğun gələn bəndləri müəyyən edəcəyik. 13-14-cü əsri soruşur bizdən, özdə Elxanilər dövlətini soruşur. Baxın uşaqlar, A-nı biz cavablardan çıxmalıyıq. Çünki Elxanilər dövləti 1357-ci ildə son qoyulub. Teymurilər isə yuxarıda biz qeyd eləmişdik, 1370-ci ildə yaranıb. Yəni bu düşmür həmin dövrə. A-nı cavablardan çıxırıq biz. 2 variantımız getdi. Çobani əmirləri tərəfindən idarə olunması bu Elxanilər dövlətinin 14-cü əsrinə aiddir. Əbu Səidin dövründə və ondan sonraki dövrlərdə Çobani əmirləri tərəfindən idarə olunub Elxanilər dövləti. Deməli 2-yə B-ni yazmalıyıq biz. Kəndlərin öz yaşayış yerlərindən deməli təhkim olması bu 1302-ci ildə Qazan xanın fərmanıdır. Bu da 14-cü əsrə təsadüf eləyir. 2-yə BC olan cavaba baxırıq biz. A variantı. Şirvanşah 2-ci Axsanın Asyala salınması. Uşaqlar 2-ci Axsan Elxanilər dövlətindən asıliyətə düşüb. Bəli. Və bu da 1243, deməli 1260-cı illərdə hakimiyyətdə olub 2-ci Axsan. Bu da neçənci əsr eləyir? 3-cü əsr, 13-cü əsr eləyir. Qızıl Ordu dövləti ilə mübarizə aparılması isə ortaq cəhətdir. 13-cü əsrdə biz nə zaman qeyd edəcəyik? Deyirik ki, Hülaki xanın hakimiyyətinin sonlarına yaxın Qızıl Ordunun hücumları başlayır. Qızıl Ordu ilə mübarizə aparıb, onları dəf eləyir. Bu 13-cü əsr eləyir. 14-cü əsrdə məsələn 1318-ci deyə bilərik.
1335'i də deyə bilərik, heç bir problem olmaz. Cavab oldu A variantı. 41-də Böyük Səlcuq dövlət hökmdarı 1-ci Toğruldan deməli fərqli olaraq Alparslanın hakimiyyəti dövrünü tapacağıq. Bizans qoşunlarının məğlub edilməsi. Bu oxşar xüsusiyyətdir. Bilirsiniz ki, Toğrul 1048-ci ildə Bizansdan Şəddadlarla birləşir, Bizansı məğlub edir. Alparslan da elə 1071-ci il Malazgirt döyüşü bizim hamımızın əzbər bildiyi bir döyüşdür. Deməli, biri biz cavablardan çıxmalıyıq. Paytaxtın yeni şəhərə köçürülməsi 1-ci Toğrulun Alparslandan fərqli xüsusiyyətidir. Toğrul paytaxtı Nişapurdan Rey şəhərinə köçürdüb. Konya və Ankrantdan 1-ci Məlikşahdır. Üçü də biz cavablardan çıxırıq. 2-də çıxırıq. Qalır nə? Yalnız 4. A variantı. 1065-ci ildə Alparslan Rəvvadilər dövlətinə son qoyur. Sonra 42-də ibtidai icma quruluşuna aid uyğunluğu müəyyən edəcəyik. Paleolit dövrü tayfa ittifaqı görən kimi biz bunu buradan çıxırıq. Tayfa ittifaqları Tunc dövrünə aiddir. Tunc dövrünə. Yeni insanın meydana gəlməsi doğru cavabdır. Hansı ki Homo sapiens və Neandertal insanı qeyd edə bilərik. İbadət evləri də Tunc dövrünə aiddir. C-ni buradan da çıxdıq. Deməli, birə təkcə B olacaq. Torpağın toxa ilə yumşaldılması Eneolit dövrünə aiddir. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi Tunc dövrünə aiddir. İstehsal təsərrüfatının formalaşmağa başlaması deyirsə, başlaması Mezolit dövrünə aiddir. Deməli, 2-yə C-ni də çıxdıq. Cavab A variantı. Yoxlayırıq. İlkin şəhər mərkəzləri Orta Tuncdur. Yeni təsərrüfat sahələri Orta Tuncdur. Məsələn, bağçılıq, bostancılıq, üzümçülük, şərabçılıq. Metaldan istifadə isə Eneolitdə başlanılıb. Bəli. Bəli. Deməli, burada biraz qarşılıq oldu. A variantı. 43-ə baxırıq. Xəritədə ulduzlarla verilmiş krallıqların tarixinə aid oxşar cəhətləri müəyyən edin. Deməli, xəritədə bura Britaniya adasıdır. Burada isə söhbət İngiltərədən gedir. İngiltərə. Bu isə İngiltərənin qonşusu olan Fransadır. Deməli, Fransaya və İngiltərəyə oxşar cəhətləri tapacağıq. Üçüncü xasslı yürüyüşün iştirakçısı olmaları bəli. İngiltərə, Fransa və müqəddəs Roma bu ərazidə üçüncü xasslı yürüyüşdə iştirak edib. Deməli, bir oxşar cəhətdir. Rekonkist hərəkatı nəticəsində yaranmaları xeyir. Rekonkist hərəkatı nəticəsində İspaniya yaranıb. Məsələn, İspaniyanı qeyd edə bilərik biz. Yüzdeyin müharibədə iştirak etməsi doğrudur. Zaten bu müharibə bu ikisi arasında baş vermişdi. 1337-1453-cü illərdə. Deməli, 1-3 cavablarım içərisində olmalıdır. Ərazidə vəba epidemiyası isə bəli, doğrudur. 1-3-4. Verden müqaviləsi nəticəsində meydana gələn Fransadır. İngiltərə hələ 9-cu əsrdə belə deyək, meydana gəlmişdi. Amma Verden müqaviləsi nəticəsində hansılar idi? Fransa idi, Almaniya idi, İtaliya idi. Bu 3 dənəsi. Bax, bu torpaqlarda. Deməli, baxın, bu torpaqlarda meydana gəlmişdir. Verden parçalanması nəticəsində. Nəysə, bu elə də önemli vacib məlumat deyil, amma hər halda İngiltərənin Verden müqaviləsində heç bir aidiyyəti yoxdur. Deməli, 5-də çıxdıq A variantı. 44-cü test tapşırığımızda Atabəylər və Aksunqurların oxşar cəhətini soruşur. Özdə hansı oxşar? Süqutunun oxşar cəhətin. Monqolların ikinci yürüşündə bunların heç biri yox idi. Yəni, belə deyək, Atabəylər 1225-də süqut etmişdi. Aksunqurlar 1227-də süqut etmişdi. Monqolların ikinci yürüşdə 1231-də baş verib. A-nı çıxdıq. Monqollar üzrə birinci yürüşündə 1220-22-ci illərdə bunlar daxili müstəqilliklərini qoruyub saxlaya bilmişdilər. Şirvanşahların Təbrizə ələ keçirilməsinin buna aidiyyəti yoxdur. Xaricət Cəlaləddin isə bəli, doğru olacaq. Elə məhz onlar tərəfindən süquta uğradılmışdı. Qızıl Ordu xanı Canı bəy isə Təbriz tutması bu deməli Elxanilər dövlətinin süqutuna səbəb olacaq. E variantı. Cavab oldu nə? D variantı. Türk xalqlarının mədəniyyətinə aid uyğunluğu müəyyən edin. Osmanlı və Teymuri dövləti. Nizamiye mədrəsəsinin tikilməsi 1066-cı ilə aiddir. Bu Səlcuqlara aiddir. A-nı çıxdıq cavablardan. Şahizində Teymurilərə aiddir. Qutb Minar Dehli Sultanlığına aiddir. Topkapı isə Osmanlıya aiddir. Deməli, 1-ə D, 2-yə B hardadır? D variantında. 48-ci testimizdə, 46-cı testimizdə Ərəb xilafətinin tarixində 8-ci əsrə aid hadisələri müəyyən edəcəyik. Sasani qoşunlarını gördükmü? Çıxdıq buradan. Niyə? Çünki Sasanilər 651-ci ildə süqut etmişdi. Bu 7-ci əsr eləyir.
Xəzər xəqanlığının qoşunlarla müharibələr aparılması doğrudur. Bilirsiniz ki, Xəzər xəqanlığı ilə müharibələr 643-də başlayıb konkret olaraq və 8-ci əsrin sonlarına qədər davam edib. Bu da doğru cavabdır. Bədir döyüşü 624-cü ildə 7-ci əsrə aiddir. Ümumiyyətlə həmin dövrdə, yəni döyüşdə ərəb xilafəti hələ yaranmamışdı. 80 sər döyüşündə xürrəmlərlə mübarizə aparılması bu deməli, yəni 80 sər döyüşlərində dediyinə görə bəli, doğrudur. Yəni cavabımız olmayacaq. Deməli 829 birinci 80 sər, 836 ikinci 80 sər, bu 9-cu əsr eləyir. Viskotların məğlub edilməsi 711-ci ildə 8-ci əsrdə. Deməli cavab oldu D variantı. 47 sadə sualdır. Birinci Xas döyüşü nəticəsində Antioxiya, Edessa, Tripoli və Qüdüs krallığı yaranıbdır. D variantı. 48-də 7-ci əsrdə Assuriya ilə müharibə aparan dövlətlər, deməli biz Makedoniyanı çıxırıq, Əhəmənini çıxırıq, cavab qalır elə nə? D bəndi. Aydındır. Çünki Əhəməni özü eradan əvvəl 550-ci ildə yaranıb 6-cı əsrdə. Makedoniyanın isə 7-ci əsrdə Assuriya ilə hər hansı bir mübarizəsi yoxdur. Cavab oldu 1-2-3. 49. Şirvanşah 1-ci Fərbürdən fərqli olaraq bu test tapşırığı ümumiyyətlə uşaqlar deməli təzə çıxan test tapşırıqlarındandır və istisnasız ki, imtahanda bundan ən azı 3-4 dənə sual düşəcək, biraz da çətin forması. Birinci Fərbür 1063-1096-cı illərdə hakimiyyətdə olub. Üçüncü Mənçöhrdən fərqli soruşur. Böyük Səlcuq dövlətinin asılılığında olmuşdu. Bu oxşar cəhətdir. Bilirsiniz ki, 1066-cı ildə Fərbürz ilə məhz Səlcuqlardan asiliyyətə düşən, hətta Məlik titulu daşımağa başlamışdı. Şirvanşahlar 3-cü Mənçöhrün dövründə də Səlcuqlardan asılılıq var idi. Amma o bir müddət sonra yəni Gürcülərlə ittifaq falan quracaq, Gürcülərlə yaxınlaşacaq və nəticədə Səlcuqlardan asılılıqdan çıxacaq. Yəni burada cavabımız elə üzr istəyirəm, A-da nişanladım. Deməli B olacaq. 1-ə B mütləq olmalıdır cavablarımız içərisində. Deməli 1-ə B-ni gətiririk biz. Sonra Şirvanşah tituluna məhrum edilən, onu da qeyd etdim ki, bu 1-ci Fərbürcün 3-cü Mənçöhrdən fərqidir. Axistan Slavyanların yürüşünü dəf etmişdi, doğrudur. 1175-də Gürcülərin köməyi də olmuşdu burada. Paytaxtı yeni şəhərə köçürmüşdü, bəli, bu da doğrudur. 1192-ci ildə paytaxtı Bakıya köçürmüşdü. Monqollara qarşı isə mübarizə aparmayıb. Yəni Axistan Monqolların yürüşündə artıq ölmüşdü, yox idi. 12-ci əsrin sonlarında vəfat eləmişdi 1196-cı ildə. Cavab oldu nə? A variantı. Sonra 50-ci sualımızda qaliblər Roma dövlətinin idarə etmə işlərini aralarında bölüşdürdülər. Deməli Antoni, Oktavian və s. və ilə axır. Mətndə bəhs olunan prosesdən daha əvvəl deyir. Mətndə bəhs olunan prosesdən daha əvvəl biz deyirsək, yəni təxminən bu hadisələr eradan əvvəl belə deyək, 30-cu ilə təsadüf eləyir. Ondan da biraz əvvələ təsadüf eləyir. Deməli, bu Sezarın öldürülməsi, ondan sonra bunlar hakimiyyəti öz əllərinə alırlar və bölüşdürürlər Romanı. Şərq-qərb məsələsi burada zaten öz əksini tapıb. İndi mən məsəl üçün burada 30-u qeyd elədim, ondan da əvvələ təsadüf eləyirdi. Baxaq, qulların öldürülməsi bizim eranın 2-ci əsrinə aiddir. Bu Adrianın dövrüdür. Yəni bu ondan sonraki prosesdir. Bizə daha əvvəl olan lazımdır. Plebeylərin öz müdafiəçilərini seçmək hüququ, bəli, eradan əvvəl 5-ci əsrdə, yəni 490-cı ildə baş verib bu proses. İlk yazılı qanunlar da eradan əvvəl 5-ci əsrə aiddir. 12 lövhə qanunları, deməli, cavab oldu nə? D variantı. Paytaxtın Vizantiya köçürülməsi bizim eranın 330-cu ilə aiddir. Bu da sonraki prosesdir. Cavab oldu neydi? Hə, D variantı. 51-də 6-cı əsrdə hazırladığı məcəllə Avropada Roma hüququnun əsas mənbəyi olaraq. Bunu biz oxuyan kimi yadımıza kim düşür? Justinian. Düzdürmü? Roma papası 800-cü ildə deyirsə, bu da Böyük Karldır. Böyük Karl. İndi nə deyir? Mətndə bəhs olunan hökmdarların ümumi cəhətlərini soruşur bizdən. Ərəb xilafəti, bax, Ərəbi gördüm, heç arxasını oxumadım. Çünki Justinian 6-cı əsrdə hakimiyyətdə olub, Ərəb xilafətini görməyib. Baxın, biri çıxdı cavablardan. Sasanilərlə sülh bağlayan Böyük Karl da Sasaniləri görməyib. Düzdürmü? Sasanilər 651-də süqut eləmişdi. Süqut qutardı, çıxdı, getdi. Qaldı C variantı. Pireney yarımadasında bir sıra ərazilər doğrudur. İtaliyada istisnasız doğrudur. Deməli, bu Pireneyin cənub-şərqində Justinian. Böyük Karl isə şimalında bir vilayət tutmuşdu. İtaliyanın da bir hissəsi də
Roma, deməli Justinianın və Böyük Karolun dövründə birləşdirilmişdir. Cavab 3, 4 olacaq. 52-ci test tapşırığımız Ərəb xilafətinin Azərbaycandakı vergi siyasətinə aid cədvəli tamamlayacağıq. Xəlifə Əlinin dövründə xərac alması dayandırılır. Əməvilər əhali və əmlak siyahıya alınır. Abbasilərin dövründə isə xərac torpaq sahəsini toplanmağa başlandı. Bəli, cavabımız bu olacaq. Cizyə ləğv edilməmişdir. Ümumiyyətlə başlandı deyirsə, bu cümlə yanlışdır. Ədalətli vergi islahatı Xəlifə Əlinin dövrünə aiddir. Hərbçilər və kahinlər can vergisi edilməsi isə bu ümumiyyətlə Abbasilərin dövründə belə bir söhbət ola bilməz. Abbasilər öz qatı, belə deyək, vergi siyasəti ilə seçilir. 53-də erkən orta əsrlər, deməli artıq açıq suallara keçdik. Xronoloji ardıcılığı tapacağıq. Muğan xaqanın Çin asala salması konkret ili yoxdur, amma biz buna 6-cı əsr deyə bilərik, heç bir problem olmaz. Balamir xan, yəni əsrlə deyəcəksə, gəlin əsrlə yazaq. Balamir xan 4-cü əsrdə Oskotları məğlub etməsi, 2-ci Göytürkün süqut etməsi 744 8-ci əsrdir. Qaraxanlı isə 1042 11-ci əsrdir. Baxırıq, cavab nə olacaq? 2, 1, 3, 4. 2, 1, 3, 4. Sonra hadisə nəticələrinin doğru göstərildiyi bəndləri müəyyən edin. Baxaq, Teymuri dövlətinin qonşuluğunda yeni dövlətin yaranması, Əbu Səidin Haqqonilər üzərində yürüş etməsi. Bu doğrudur. Bilirsiniz ki, Əbu Səid Haqqoni dövləti ilə, belə deyək, kitabda belə bir cümlə keçir ki, Azərbaycana hücum etmə səbəblərindən biri də o idi ki, Haqqonilərin dövləti ilə Haqqoni dövlətinin yaranmasına barışmaması. Həm də Cahanşahın öldürülməsi səbəbi də var burada. 2-də nə deyir? Əbhər sazişi Qaraqoyunluya aidiyyəti yoxdur. 1405 Kür çayı səlində döyüş Şirvanşahlar Qaraüstün asibətə düşməsi bu 1412-yə aiddir, 1405-ə deyil. Sultan Əhmədin Həmədan yaylıqlarını tələb edir. Deməli 1409-da Əsəd döyüşdə baş verir 1410-da. Bəli, bu doğru cavabdır. Teymuri Şahırxanın ölümü Cahanşahın müstəqil siyasətə yeritməsi də bu da doğru cavabdır. Cahanşahın hakimiyyəti 2 yerə bölünür 1436-47. Cahanşah deməli Şahruxdan asılılıq dövrü 1447, 1467 isə müstəqil dövrüdür. Deməli 55-də 54-dən oldu 1 4 5. 55-də nədir? Qədim Yunanistan və Roma tarixinin oxşar cəhətlərini müəyyən edir. Vətəndaşlara vəzifə tutmaq hüququnun olması bu doğrudur. Senatın xarici və daxili siyasətə nəzarət etməsi bu qədim Roma tarixi üçün səciyyəvi olan xüsusiyyətdir. Yunanistanda belə bir söhbət yox idi. Senat Ağsaqqallar Şurası belə də Yunanistanda daha çox daxili siyasətə nəzarət edirdi. 3 Makedoniya dövləti ilə mübarizə aparılması bu doğru fikirdir. Qədim Yunanistan məsələn 338-ci ildə deyəcəyik biz, eradan əvvəl 338 Xeronea döyüşü. Makedoniyada eradan əvvəl, daha doğrusu Romanda 146-cı il deyə bilərik. Dori tayfaları bu Yunanistana aiddir. Ərazisinin Əhəmənilər tərəfindən işğal edilməsi isə yanlışdır. Cavab oldu 1 və 3. 1 və 3. Sonra 56-cı test tapşırığımızda Şirvanşahlar və Atabəylər dövlətinin tarixində 13-cü əsrin 1-ci yarısına aid oxşar cəhət tapacağıq. Ali Monqol xaqanlığı. Baxın, Şirvanşahlar və Atabəylər deyir. Atabəylər nə zaman süqut edib? 1225-də. Ali Monqol xaqanlığı isə 1239-da biz onun tərkibinə daxil edilmişik. 1256-ya qədər. Yəni Eldənizlər yox idi. Biri çıxdıq buradan. Monqolların birinci yürüşünə məruz qalması istisnasız doğru cavabdır. Qızıl Ordu dövlətlə mübarizə aparılması yanlışdır. Azərbaycan torpaqlarının vahid halda birləşdirilməsi yanlışdır. Xarici Cəlaləddinin dövlətə yürüş etməsi doğrudur. 2 və 5. Sonra 57-ci testimizdə sülh müqavilələri Auqsburq və Vestfaliyanı nə edəcəyik biz? Müəyyən uyğunluğunu tapacağıq. Vahid İspaniya 1479-da. Demək, gəlin bunu yazaq. Auqsburq sülhü 1555-dir. Vestfaliya isə 1648-dir. İspaniya 1479-da yaranıb. Bu doğru cavab ola bilməz. Almaniyada Katolik kilsəsinin bölünməsinin rəsmi olaraq qəbul edilməsi. Deməli, bu Auqsburq sazişinə aiddir 1555-ci il. Kalvinizm Fransada dini etiqad olaraq rəsmiləşdirildi. Bu məsələ 16-cı əsrin sonudur. Hətta ilin bilmək istəyirsə 1598-ci ildir. Bu cavabımız ola bilməz. Avropada dünyəvinin güclənməsinə təkan verən Vestfaliyadır. Dənizlərdə siyasi üstünlük İspaniyadan İngiltərəyə keçməsi yanlışdır.
Bunun yəni bu müqavilənin əlaqəsi yoxdur. Bu cümlə ümumiyyətlə deməli 1588-ci il La Manş döyüşünə aiddir. Yelizavetan dövründə. Cavab oldu 1-ə B, 2-yə D. Keçirik mənbə sualına. Deməli 7-ci əsrin 3-cü rübündə müxtəlif güclərin maraq mərkəzində olan Qafqaz cənubunda qeyri-vəzi sabit idi. Görünür Almaniya şimal tərəfindən şərait eləmiş. 662-ci ildə Dərbətdən ölkəyə hücum edildi. Kim eləmişdi? Xəzərlər. Düzdür? Bəli. Deməli nə olur? Biz onu deyir qovmağı bacardıq. Yəni Kür çayı sahilindəki döyüşdən söhbət gedir. Biz onları məğlub elədik, buradan qovub çıxardıq. Növbəti dəfə deyir gəldilər. Nə zaman? 665-də. Bu dəfə deyirsə Alman hökmdarı vassallığı qəbul etdi. Bunu biz zaten bilirik dərsimizdə. Yəni 662 və 665 məsələlərindən danışılır. İndi gəlin baxaq. Bəhs olunan dövrdəki Alman hökmdarı kim idi? Cavanşir idi, düzdürmü? Cavanşir. Deyir ki, Cavanşirlə Böyük Karlın xarici siyasətinə aid oxşar cəhətlərdən 2 dənəsi yazın. Gəlin biri yazaq. Məsələn, mən bura Alman hökmdarının və Böyük Karlın xarici siyasətinə Bizans dövləti ilə diplomatik əlaqələr yaza bilərəm. Düzdürmü? Bizans dövləti ilə diplomatik əlaqələr. Əgər xarici siyasət deyirsə. Cavanşir 654-cü ildə Böyük Karl'da bilirsiniz ki, imperator olandan sonra, yəni Bizansla diplomatik əlaqələr qurulmuşdu. Hətta əvvəlki nəşrlərdə ildə yazılır. 812-ci ildə Bizans Böyük Karlı imperator kimi tanımışdı və s. və ilə axır. İkinci məsələ isə, baxın uşaqlar, elə biz bura Ərəb xilafəti yaza bilərik. Ərəb xilafəti ilə diplomatik əlaqələr. Əlaqə. Deməli, Cavanşirdə 667-670-ci illərdə Əməvi Muaviyə ilə görüşmüşdü və diplomatik əlaqə hesab olunur. Bu asılığı qəbul etmişdi. Böyük Karl isə həm Bizansla, həm də Ərəb xilafəti ilə, sülalə olaraq desək, Abbasilərlə diplomatik əlaqə yaratmışdı. 59-cu testimizdə sonuncu abzasda bəhs edilən sülhün Albaniya üçün verilməyən və verilən nədir? Albaniyanın vassallığı qəbul etməsi, düzdürmü? Verilməyən deyirsə, baxın, bizim mövcud dərsliklərimizə əsasən nə deyir? Deyir ki, Xəzərlərin deməli, Albaniyaya yürüyüşü dayandırıldı, arası kəsildi, dayandı. Bir də belə bir söhbət keçir ki, Xəzərlər qonşu dövlətlərə qarşı mübarizədə Albanlara kömək edəcəkdir. Dövlətlərə qarşı deməli, mübarizədə Albanlara kömək edəcəkdir. Aydındır. Qoy yazaq, lap səliqəli görürsənizdir. Mübarizədə Albanlara kömək edəcəkdir. 60-cı testimizdə isə Albaniyaya hücum edən dövlətin adı Xəzər Xəqanlığı. Belə uşaqlar, izlədiyiniz üçün təşəkkür edirəm. Uğurlar və müvəffəqiyyətlər arzulayıram. Ürək işarəsini çəkənmədik bura. Aha. Təşəkkürlər.